Salam, buyurun. Antiterror əməliyyatı nəticələri sahibkarısınız. Deməli, bu sual bu yaxınlarda yenə yüksəliş müsabiqəsinə düşən bir sualdır. Antiterror əməliyyatı 2023-cü il sentyabrın 19-dan 20-sinə keçən gecə baş vermişdi və 20 sentyabrda son qoyulmuşdu antiterror əməliyyatına. Belə ki, nəticələrinə aşağıdakıları misal göstərə bilərik. Qarabağda fəaliyyət göstərən qanunsuz xunta rejimi süqut etdi, ağ bayraq qaldırdı. Rus sülhməramlarının nəzarəti altında olan deməli, Xocalı, Xocavənd, Xankəndi, Əsgəran qəsəbəsi daxil olmaqla bütün ərazilərimiz düşməndən təmizləndi. Keçmiş postsovet məkanında etnik münaqişəsi olan respublika içərisində ilk dəfə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Təbii ki, bu Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasət nəticəsində mümkün oldu. 1991-ci ilin sentyabrında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası 2023-cü sentyabrın 28-də öz buraxıldığını elan etdi. Beləliklə, dünya ermənilərinin Azərbaycan ərazisində qondarma dövlət yaratmaq planı puça çıxdı və məcburi köçkünlərin öz yurtlarına geri qayıtması üçün real imkanlar yarandı və demək olar ki, Qarabağ problemi bitdi. Azərbaycan öz suverenliyini tamamilə bərpa etdi. Çox sağ olun. Buyurun.